Bakının gözəlliyinə heyran qalıblar. Azərbaycanlıların qonaqpərvərliyi xoş təəssürat yaradıb. Mötəbər tədbirin bütün iştirakçılarının ortaq fikri belədir. WUF 13 həm yüksək səviyyədə təşkil olunub, həm də qlobal əhəmiyyət daşıyan mühüm platformaya çevrilib. Tədbir iştirakçıları forumdan bağlı təəssüratlarını ATV xəbərlə bölüşüb. Tədbir çox yaxşı təşkil olunub. İctimai nəqliyyatla çox rahat bir şəkildə forumun keçirildiyi məkana gəlmək mümkündür. Bakı isə sadəcə möhtəşəmdir. Arxitekturaya heyran qalmamaq mümkün deyil. Azərbaycanlılar isə deyə bilərəm ki, olduqca mehriban və qonaqpərvərdilər. Şəhər isə çox təmiz və səliqəlidir. WUF 13 faydalı platformadır. Bu tədbir bütün maraqlı tərəflərin bir araya gələrək müzakirələr aparmaq baxımından faydalıdır. Forum Azərbaycanda tətbiq olunan innovativ yanaşmaların və inkişaf etmiş infrastrukturun qlobal səviyyədə təşviq olunması baxımından da əhəmiyyət daşıyır. İnanıram ki, Azərbaycan bu sahədəki təcrübəsini bölüşməklə regionun inkişafına təkan verəcək. Burada bu gözəl insanların əhatəsində olduğum üçün çox şadam. Azərbaycan çox gözəldir. Burada kiçik içəri şəhər yaradılıb. Mən elə indicə bura çatmışam, amma bu mənzərə məni çox təsirləndirib. Hər şey çox yaxşı təşkil edilib. Bu beynəlxalq tədbir şəhərlər və onların necə dayanıqlı hala gətirilməsindən bəhs edir. Tədbir iştirakçıları öz təcrübələrini, üzləşdikləri çağırışları bu platformada bir-biri ilə bölüşür. Bu həm də müxtəlif ideyaların mübadiləsi baxımından da olduqca önəmlidir. Bu baxımdan tədbir çox böyük əhəmiyyətə malikdir.